Sumqayıt şəhərində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə geniş və təntənəli bayram tədbiri təşkil olunub. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə nümayəndələri, şəhid ailələri, qazilər, eləcə də şəhərin müxtəlif sahələrində çalışan qadınlar iştirak edib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bütün qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib. Onlara möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb. Şəhər rəhbəri çıxışında bildirib ki, Azərbaycan qadını tarix boyu cəmiyyətin ən dəyərli və mötəbər sütunlarından biri olub. Azərbaycan qadınları öz müdrikliyi, zəhmətkeşliyi, yüksək mənəvi keyfiyyətləri və vətənpərvərliyi ilə hər zaman xalqımızın inkişafında mühüm rol oynayıb. Zakir Fərəcov vurğulayıb ki, Azərbaycan qadını təkcə ailənin dayağı deyil, eyni zamanda dövlətin və cəmiyyətin inkişafında fəal iştirak edən güclü və nüfuzlu bir qüvvədir. O qeyd edib ki, qadınlar ölkəmizin elmində, təhsilində, səhiyyəsində, mədəniyyətində, iqtisadiyyatında və ictimai-siyasi həyatında mühüm nailiyyətlərə imza atır. Çıxışında Azərbaycan qadınının müqəddəs və ailə dəyərlərinin daşıyıcısı olduğunu bildirən şəhər rəhbəri qeyd edib ki, qadın həm ana kimi gələcək nəsli formalaşdırır, həm də cəmiyyətin mənəvi simasını qoruyub saxlayır. Zakir Fərəcov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə qadınların hüquqlarının qorunması, onların ictimai həyatının bütün sahələrində fəal iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Bu siyasət nəticəsində Azərbaycan qadınları bugün cəmiyyətin bütün sahələrində layiqincə təmsil olunur, mühüm vəzifələrdə çalışır və dövlətimizin inkişafına öz töhfələrini verir. Şəhər rəhbəri həmçinin bildirib ki, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında, ictimai həyatında və şəhərin simasının formalaşmasında qadınların böyük əməyi var. O qeyd edib ki, Sumqayıt qadınları zəhmətləri, təşəbbüskarlıqları və fəallıqları ilə şəhərin inkişafına mühüm töhfə verir. Daha sonra tədbirdə müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərən bir qrup qadın təltif olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin ictimai həyatında fəal iştirak edən, öz peşəkarlığı və zəhməti ilə seçilən qadınlara fəxri fərmanlar təqdim edib. Təltif olunan qadınların təhsil, səhiyyə, mədəniyyət, sosial sahə və digər istiqamətlərdə uzun illər göstərdikləri fəaliyyət yüksək qiymətləndirilib. Şəhər rəhbəri qeyd edib ki, bu mükafatlar qadınların zəhmətinə verilən dəyərin və onlara göstərilən diqqət və ehtiramın təzahürüdür. O, təltif olunan qadınlara gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb və onların cəmiyyətin inkişafında bundan sonra da fəal rol oynayacaqlarına əminliyini ifadə edib. Tədbir zamanı millət vəkili Səbinə Salmanova da yubileyi münasibəti ilə təbrik olunub. Millət vəkili göstərilən diqqətə görə öz təşəkkürünü bildirib. Tədbirin rəsmi hissəsindən sonra bayram proqramı bədii hissə ilə davam edib. Bugün qadınlar həm sahibkarlıq subyektlərində, həm dövlət obyektlərində çox uğurlu fəaliyyət göstərir, həm də ailə işlərində uğurlar qazanır. Mən arzu edirəm ki, xanımlar daima gözəl, yaraşıqlı, təravətli, ağıllı və işgüzar xanımlar olaraq həyatlarını davam etsinlər. Qadın gözəllikdir, qadın təmizlikdir, qadın paklıqdır, qadın anadır hər şeydən qabaq. Əziz analar, bayramınız mübarək. Çox əsrlik mədəni, mənəvi sərvətimiz olan milli dəyərlərimizi, ailə dəyərlərimizin qorunub saxlanmasında, bugünə qədər daşınmasında ən böyük əməyi olan, başda şəhid anaları, qazi anaları olmaqla bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edirəm. Saadət arzulayıram. Tanınmış müğənnilərin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Səsləndirilən sevilən mahnılar və musiqi nömrələri tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib. Konsert proqramı zamanı səhnədə rəngarəng musiqi nömrələri təqdim olunub və bayram əhval-ruhiyyəsi daha da yüksəlib. Tədbir iştirakçıları konsert proqramını böyük maraq və alqışlarla qarşılayıb. Qadın sevginin, mərhəmətin, sədaqətin və həyatın gözəlliyinin rəmzidir. Ana kimi övlad böyüdən cəmiyyətin inkişafına töhfə verən qadınlar hər zaman hörmət və ehtirama layiqdir. Onların zəhməti, fədakarlığı və sevgisi həyatımıza nur,
sabitlik və gözəllik gətirir. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir və şəhərdə belə möhtəşəm tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu cür tədbirlər qadınların cəmiyyətdəki rolunun yüksək qiymətləndirilməsinin bariz nümunəsi kimi hər zaman böyük rəğbətlə qarşılanır. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.